Bugünkü dərsimiz soyuq müharibə və ondan sonraki dövrdə dövlətlər arası münasibətdir. İnkişaf etdirilməsi üçün yeni beynəlxalq təşkilatın yaradılması zəruri idi. 1942-ci ilin yanvarında 26 dövlətin Atlantika xəritəsinə qoşulma haqqında Birləşmiş Millətlər bəyannaməsini imzalamaqla BMT-nin yaradılmasına ilk addım atılmışdı. 1945-ci ilin fevralında Krımda Yalta konferansında BMT-nin iş qaydası müəyyən edildi. 1945-ci il aprel-iyun aylarında keçirilən San Francisco konferansında BMT yaradıldı. Bu zaman 50 dövlət BMT-nin nizamnaməsini imzaladı. BMT-nin mənzil qərargahı ABŞ New York şəhərində yerləşir. Dünyanın ən böyük beynəlxalq təşkilatıdır. Üzvlərinin sayı 190-dan çoxdur. BMT və rəhbəri baş katib adlanır. Təşkilatın gündəlik fəaliyyətinə rəhbərlik edir. Əsas məqsədi nə idi BMT-nin? Dünyada sülh və təhlükəsizliyi qorumaq, siyasi, iqtisadi və sosial problemlərin həllinə beynəlxalq əməkdaşlıq etmək, ölkələr arası dostluq münasibətləri inkişaf etdirmək əsas prinsipləridir. Daha sonra indi baxaq burada BMT-nin baş məclisinə baxaq, ildə bir dəfə sessiyalar keçirilir və bu zaman bütün üzvlər iştirak edir. Təhlükəsizlik şurasına baxaq, fasiləsiz müddətli fəaliyyət göstərir və 5 daimi üzvü 2 ildən bir seçilən qeyri-daimi üzvlərdən ibarətdir. Təhlükəsizlik şurasının daimi üzvləri Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Çin və SSR, daha sonra Rusiyadır. Sonra burada qurumlar var. Məsələn, UNESCO nədir? Elm, Təhsil və Mədəniyyət Təşkilatı. Daha sonra üst nədir? Ümumi Dünya Səhiyyə Təşkilatı. BVF nədir? Beynəlxalq Valyuta Fondu və UNICEF Uşaq Fondu sayılır. Daha sonra soyuq müharibənin başlamasına nəzər salaq. Burada nə deyir? 1946-cı martın 5-də Winston Churchillin Fulton şəhərinə çıxışı və 1946-cı ildəki bu çıxışdan sonra o deyir ki, Avropa qitəsi üzərində dəmir pərdənin endiyini və mərkəzi və şərqi Avropa ölkələrinin SSR-nin nəzarəti altına keçdiyini, kommunist təhlükəsinin getdikcə böyüdüyünü bildirir və dəmir pərdə ifadəsi soyuq müharibənin başlanğıcı oldu. Truman və Churchill SSR-yə qarşı alınması üçün əsas rolun ABŞ-ın üzərində düşmüşdür və bu fikirdə də yeşil idilər. Böyük İttifaqın dağılması 1947-ci ildə, Böyük İttifaqın son ortaq addımı 1947-də keçirilən konferansda Almaniya və müttəfiqlərin sülh müqaviləsi ilə bağlanması ilə nəticələnmişdir. Beləliklə, Qərbi Avropa 1933-cü ildə gəlib sərhədlər əsasən bərpa edildi. SSR 1939-40-cı ildə Şərqi Avropada işğal etdiyi torpaqları əlində saxladı və 1946-47-ci ildə SSR Şərqi Avropada təsirini artırması ABŞ və Qərbi Avropa dövlətlərini narahat etməyə başladı və bu təsirin qarşısını almaq üçün iki strategiya belirləmişdi ABŞ və müttəfiqləri. Bunlar hansılar idi? Birinci strategiya Truman doktrinasını irəli sürmüşdü. Truman doktrinasına əsasən Avropa dövlətlərinə qarşı səsləşmə siyasəti əsasən o anlama gəlirdi. Mahiyyəti Türkiyə və Yunanistan hərbi və maliyyə yardımı nəzərdə tuturdu və məqsədi Türkiyə və Yunanistan SSR tərəfindən artan nüfuzunu zəiflətmək idi. İkinci strateji addım isə Marshall planı idi. ABŞ-ın dövlət katibi George Marshallın adı ilə bağlı idi. Plana əsasən Qərbi Avropa ölkələri iqtisadiyyatın bərpa olunması üçün iqtisadi maliyyə yardımı edildi. Bu proqram Avropa parçalanması faktının qaçılmaz olduğunu göstərirdi. Qərb blokunun yaranmasına indi nəzər salaq. Böyük İttifaqın dağılmasından sonra ABŞ və Qərbi Avropa dövlətləri iqtisadi və hərbi sahədə təşkilatlandırırlar. Və hərbi sahədə təşkilatlanmaya diqqət etsək 1949-da NATO, yəni Şimali Atlantika Müqaviləsi Təşkilatı yaradıldı. ABŞ-ın təşəbbüsü ilə yaradılmış və qərargahı Brüssel şəhəri idi. ABŞ, Kanada bir sıra Qərbi Avropa dövlətlərinin hərbi birliyə daxil olmuşdu və 1952-də Türkiyədə NATO-ya üzv qəbul olmuş. Beləliklə, ABŞ və müttəfiq ölkələr sosialist ölkələrin əleyhinə sürətlə silahlanma yoluna qədəm qoymuşdu. İndi iqtisadi sahədə təşkilatlanmaya baxaq. İqtisadi sahədə təşkilatlanma nə idi? 1957-ci ildə Avropa İqtisadi Birliyi, 1991-də isə Avropa Birliyi adlanmağa başladı. Avropa İqtisadi Birliyi Avropada sülh və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün yaradılmışdı. Yaranarkən Böyük Britaniya bir tərəf mövqeyi tutsa da 1973-cü ildə bura daxil oldu. Lakin 2020-ci ildə Brexit planı ilə onun tərkibindən çıxdı. Sosialist blokun yaranmasına diqqət edək. 1940-cı illərin ikinci yarısında, yəni 45-dən sonra SSR tərəfindən işğal olunan Şərqi və Mərkəzi Avropada Rumıniya, Macaristan, Polşa, Bolqarıstan və Çexoslovakiya Sovet modelli rejimlər yaradıldı. Bundan sonra həmin ölkələrdə tək partiyalı sistem, planlı iqtisadiyyat, milliləşdirmə tətbiq edildi. SSR ilə hərbi siyasi əməkdaşlıq məcbur edildi. Yalnız Yugoslaviya bundan imtina edə bildi. İqtisadi sahədə təşkilatlanmasına isə baxsaq, həmin dövrdə sosialist blokun Marshall planına cavab olaraq 1949-cu ildə qarşılıqlı iqtisadi yardım təşkilatı yaradıldı. Sosialist blokun ölkələri Sovet İttifaqının bu iqtisadi yardımından istifadə etdilər. Çində baş verən vətəndaş müharibəsi nəticəsində həmin ildə hakimiyyətə gələn kommunistlər sosialist blokun qoşması onları daha da gücləndirdi.
hərbi sahədə təşkilatlanmaya baxıraqsa 1949-cu ildə SSR-in atom bombası hazırlaması sosialist bloku daha da gücləndirdi və SSR-də atom bombası uğurla sınaq keçirilməsi ilə ABŞ-ın bu sahədə inhisarına son qoyulmuş oldu. Koreya müharibəsindən sonra ABŞ Cənubi Şərqi, Asiyaya yaxın və Orta Şərqdə yeni hərbi ittifaqlar yaradaraq SSR tərəfində güclənməyə davam etdi. Buna cavab olaraq SSR 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı blokunu yaratdı və bundan sonra baxırıq Soyuq müharibənin ilk böhranına Almaniyanın parçalanması. 1948-ci ildə kommunistlər Çexoslovakiyada çevrilişləri hakimiyyətə gəldilər. Sovet təsirinin qərbə doğru yayılmasını qarşısını almaq üçün Amerika və müttəfiqləri Almaniya öz iradəsi altında bölgələrdə yeni Alman dövlətinin yaranmasına qərar verdilər. Buna cavab olaraq 1948-ci ildə SSR qərbin işğal zonalarını blokadaya aldı. ABŞ blokada olan Qərbi Berlin hava yolu vasitəsilə yardım edirdi. SSR Qərbi Berlin mühasirəyə alması Qərb dövlətlərinin öz işğal zonalarına birləşməsinə səbəb oldu və bu hərbi cəhətdən təşkilatlanmanın zəruriyini göstərirdi. Məhz bu nəticədə NATO yarandı. Məqsədi nail bilməyən SSR 1949-da Qərbi Berlin bölgəsini aradan qaldırdı. ABŞ, İngiltərə, Fransa, Almaniya öz Almaniyadakı işğal zonalarını birləşdirərək Almaniya Federativ Respublikasını yaratdılar. SSR bu işğal zonasına cavab olaraq öz əlində saxladığı ərazidə Almaniya Demokratik Respublikasını, yəni ADR-i yaratmasına cavab verdi. Belə ki, Almaniyanın parçalanması dünyanın iki blokad arasında çevrilməsinin rəmzi olmuşdur. Soyuq müharibənin ikinci böhranına nəzər salsaq, Koreyanın parçalanması, Soyuq müharibənin ikinci böhranı Koreyada baş verdi. İkinci Dünya müharibəsindən əvvəl Yaponiya hakimiyyətində olan Koreya 1945-ci ildə azad edilsə də, Şimali SSR-in təsiri altında, Cənubi isə ABŞ-ın təsiri altında olaraq işğal edilmişdi. ABŞ və SSR arasında fikir ayrılığı 1948-də Koreyanın iki dövlətə parçalanmasına səbəb oldu. Ölkənin şimalda kommunist rejimli Koreya Xalq Demokratiyası yaradıldı. Cənubunda isə ABŞ-ın himayəti Koreya Respublikası yaradılmışdı. 1950-ci ildə Şimali Koreya Cənubi Koreyaya qarşı işğalçı müharibəsinə başladı. Həmin illərdə Koreya müharibəsi nəticəsində ABŞ başda olmaqla BMT-nin beynəlxalq qüvvələrin köməyi ilə Koreya Respublikası qalib gəldi, lakin Koreya bir-birinə zidd siyasi sistemə malik dövlətlərə parçalanmış vəziyyətdə qaldı. Soyuq müharibədə buzların əriməsi dövrünə baxaq. 1953-cü ildə Stalin vəfatından sonra SSR-in mövqeyi bir qədər yumşaldı və soyuq müharibədə buzların əriməsi dövrü başladı. Nəticədə Koreya müharibəsinə başa çatmış oldu. Silahlanma və kosmosun vətən sahəsində bir sıra rəqabətlər baş verdi. 1957-ci ildə SSR dünyada ilk qitələrarası raketi yaratdı və kosmosa ilk dəfə süni peyk göndərdi. 1959-da SSR rəhbəri Xruşov ABŞ səfəri və 1961-ci ildə Kennedy-nin hakimiyyətə gəlməsi müəyyən yumşalmalar yaratdı. İndi 3-cü dünya ölkələrinə baxaq, bir də qoşulmama hərəkatına. 3-cü dünya ölkələri 2-ci Dünya müharibəsi başlamasından sonra Asiya, Afrika və Sakit Okean bölgəsində müstəmləkələrin azad edilməsi və müstəmləkə sistemin dağılması nəticəsində meydana gəlmişdi. Soyuq müharibədə iştirak etməyən və az inkişaf etmiş dövlətlər idi. Üzvləri bir tərəfə bloka qoşulmaq məqsədiyyəti edirdi. 1961-ci ildə keçirilən Belqrad konfransında əldə olunan razılığa görə Yugoslaviya, Hindistan və Misirin təşəbbüsü ilə bloklara qoşulmama hərəkatı yaradıldı. Mülayişmə dövrünün zirvə nöqtəsi ATƏM-in yaradılması. Mülayişmə Avropaya təsir etdi. 1975-ci ildə Finlandiya Helsinki şəhərində Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinin yekun sənədi imzalandı. ATƏM və 1994-cü ildə isə ATƏT adlanmağa başladı ATƏM. Bu hadisə mülayimləşmə dövrünün zirvə nöqtəsi oldu və ATƏM-in yekun sənədində nələr bildirildi? 33 Avropa dövləti, o cümlədən SSR, ABŞ, Kanada imzaladı. Sənəddə dövlətlərarası əməkdaşlıq və insan hüquqlarının qorunması nəzərdə tutulurdu. ATƏM daxil olan ölkələr bir-birlərinə ərazi bütövlüyünü, siyasi müstəqillik hüquqlarını, hörmətlə yanaşacağını öhdələrinə götürüldü. Soyuq müharibənin son mərhələsinə baxsaq isə Əfqanistan müharibəsi 1970-ci birinci yarısında beynəlxalq münasibətlərdə gedən yumşalma 70-ci illərin ikinci yarısında aşağı səbəblərə görə qarşılığa uğradı. SSR-in Avropadakı orta mənzilli raketləri yerləşdirmə siyasəti 1979-da SSR-in Əfqanistana hərbi müdaxilə etməsi və soyuq müharibənin son gərginləşmə yeni mərhələsi başlanmasına səbəb oldu. SSR-in Əfqanistana hərbi müdaxilə etməsi məqsədi bunlar idi. Ölkədəki iqtisadi problemlərin əhalinin diqqətinə yayındırmaq, ABŞ-ın planları əsasında Əfqanistanda yayılmış olan siyasi İslamçılıq öz ərazisində Mərkəzi Asiya müsəlman respublikalarına təsir etməsinin qarşısını almaq idi. SSR Əfqanistana hərbi müdaxilə edərkən ABŞ SSR-in Əfqanistana müdaxiləsini kəsin reaksiya verdi və Əfqan mühafizələri yardım göstərməyə başladı. SSR-yə taxıl və texnologiya ixracına embargo qoyuldu. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları boykot edildi. ABŞ yeni silahlanma proqramını hazırladı və bu sahədə SSR-i qaplamağa çalışmağa məqsəd qoymuşdu özünə və 1983-cü ildə Sovet raketlərinin təhdidinə qarşı ABŞ prezidenti Ronald Reagan strateji müdafiə təşəbbüsü proqramını elan etdi və strateji müdafiə təşəbbüsü proqramı Sovet raketlərinin təhlükəsiz süni peyçlərlə
müəyyən edərək kosmosda məhv edilməsi nəzərdə tuturdu. Bu silahlar qismən kosmosda yerləşdirilməsi olduğu proqram Ulduz müharibəsi alınmağa başlamışdı. Daha sonra SSR-in dağılmasına baxsaq, Sovet müharibənin başa çatması və 1986-cı ildə SSR-nin Ukraynadakı Çernobıl atom stansiyasında baş vermiş nüvə partlayışı qəzası nüvə müharibəsini artırdı dünya üçün. Bu dövrdə SSR və ABŞ rəhbərləri arasında keçirilən yüksək səviyyəli bir neçə zirvə görüş nəticəsində 1987-ci ildə ABŞ və SSR arasında qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə imzalandı. Bu hadisə beynəlxalq münasibətin gərginliyini xeyli yumşaltmışdı. 1989-cu Soğuk müharibəsinə dönüş oldu. Həmin SSR uğur qazana bilmədiyi Əfqanistandan qoşunları çıxartdı. Şərqi Avropada demokratik hərəkatlar genişləndi. Polşa və Macaristanda azad seçkilər keçirildi. ADR rəhbərliyi Berlin divarı sökməsinə icazə verdi və Çexoslovakiya, Bolqaristan və Rumeniyada kommunist diktatorlara son qoyuldu. Beləliklə Şərqi Avropada Sovet müdafiəsi son qoyuldu və SSR ilk müdafiə xəttini itirdi. Bu zaman SSR Şərqi Avropada baş verən bu dinc inqilab və Almaniya birləşmə müdaxilə edə bilmədi. 1990-cı ilin oktyabrında Almaniyada ADR və AFR birləşdi və 1990-cı ilin noyabrında ATƏM Paris zirvəsi görüşündə yeni Avropa üçün xartə, yəni Paris xəritəsi qəbul etdi. Bu dövrdə aşağıdakı amillər SSR-nin süqutuna sürətləndirdi. Daxildəki müstəqillik uğrunda mübarizə və etnik münaqişə millətçilik meyllərinin artması. 1991-ci dekabrında SSR süqut etdi. SSR-in süqut etməsi 1946-cı ildən bəri davam edən soyuq müharibədə başa çatdırılmış oldu. İndi Körfəz müharibəsinə diqqət eləyək. ABŞ prezidenti George Bush, yəni ata Bush'un dövründə yeni dünya nizamı anlayışı ortalığa çıxdı. Bu anlayış iki qütblü sistemi başa çatdığını və dövlətlər arası münasibətdə yeni nizamı yarandığını nəzərdə tuturdu. Yeni dünya nizamına görə soyuq müharibədən sonra dövlətlər arası münasibətlərdə iki qütblü dünya sisteminin son qoyulduğu elan olundu və yeni dünya nizamı formalaşdırılmağa başlandığı bildirildi. Dünya siyasi xəritəsi dəyişdi. SSR, Çexoslovakiya və Yuqoslaviya dağılması nəticəsində yeni müstəqil dövlətlər yarandı. Birləşmiş Almaniya böyük Avropa dövlətinə çevrildi. Geosiyasi təsir dairəsi yenidən bölüşdürüldü. 1991 və 2000-ci illər keçid dövründə yaşayan ağır daxili vəziyyətə başı qarşıyan Rusiya geosiyasi bölgələrdə öz mövqeyini itirdi. Bu zaman Rusiya nüvə silahları saxlasa da müdafiə qüdrəti və iqtisadi potensialı zəiflədi. ABŞ dünyada yeganə iqtisadi, siyasi və hərbi süpergüc və fövqəladə dövlət kimi qaldı. ABŞ dövlətlər arası münasibətlərin hakimi nəzarətçi rolunu oynayaraq 1990-cı ildə BMT mexanizmindən istifadə etdi. Körfəz müharibəsində və Balkan münaqişəsində. Avropada inteqrasiya prosesi gücləndi. Avropa İttifaqı, yəni Avropa Birliyi haqqında Maastrichtdə müqavilə imzalandı. 1999-cu il ATƏT İstanbul sammitində qəbul olmuş Avropa Təhlükəsizlik Xəritəsi yenilənmiş Dünya Birliyinin təhlükəsizlik konsepsiyasında ifadə olundu. Lakin ABŞ-ın tək başına dünya hökmranlıq etməsi yol vermək üçün Rusiya və Çin arasında yaxınlıq baş verdi. 11 sentyabr hadisələrinə baxaq. 2001-ci il sentyabr 11-də ABŞ-da, Nyu-Yorkda və Vaşinqton şəhərində terror hücumlarına təşkil olundu. Bu hadisə ABŞ-ın beynəlxalq imzinə və nüfuzuna mənfi təsir göstərdi. ABŞ arasında vətəndaş müharibəsindən sonra baş verən ən böyük talafata nəticələrin bir hadisə olmuşdu. 11 sentyabr terror hadisəsi nəticəsində dünyanın geosiyasi və geoiqtisadi, geostrateji vəziyyətində aşağıdakı dəyişikliklər baş verdi. Dünyada yeni beynəlxalq təşkilatlar yarandı, münasibətlərdə yeni dövr başladı. Tədricən regional güclü olan bəzi ittifaqlar meydana gəldi. Məsələn, Avropa Birliyi, Rusiya, Yaponiya, Çin, Hindistan ABŞ-ın hərəkat sahəsini məhdudlaşdırdı. Çox qütblü dünya nizamı yenidən quruldu. Türkiyə, İran, Braziliya, İndoneziya dəyişən dünya nizamında regional gücləri çevrildilər. Dünyanın geosiyasi, iqtisadi və strateji ağırlıq mərkəzi Atlantik Okeanı Sakit Okean bölgəsinə keçdi. Afrika, Avrasiyanın enerji mənbələri, tranzit yolları geosiyasi mübarizə meydanına çevrildi və Avrasiyanın ağırlıq mərkəzi təşkil edən Qara Dəniz, Qafqaz, Mərkəzi Asiya üsbuzağında ABŞ-Rusiya Çin arasında geosiyasi mübarizə gücləndi. Dərsimiz bu qədərdir. Mühüm məlumatlar haqqında məlumatlar verdim sizə və belə deyim, blok imtahanına düşən əsas məlumatlar verdim sizə. Sağ tərəfə baxaq. Sağ tərəfdə 1946-cı ildəki Avropanın siyasi xəritəsidir və biz burada görürük ki, Almaniya parçalanmış, Avstriya parçalanmış vəziyyətdədir və Çexoslovakiya, Yuqoslaviya dövlətləri var. Daha sonra sağa çevirək 1950-ci ildəki Avropa xəritəsi. Artıq biz burada görürük ki, Avstriya ərazisi yenə parçalanmış vəziyyətdədir, amma ancaq Almaniyada Britaniya, Fransa və ABŞ-ın əlində olan ərazilərin birləşməsi əslində AFR və SSR-in əlində olan ADR dövləti yaranmışdı. Daha sonra 60-cı illərə baxaq. 60-cı illərdə artıq Avstriya birləşdirilmiş və AFR və ADR dövlətdə mövcud idi. Yuqoslaviya və Çexoslovakiya dövləti hələ də mövcuddur. Daha sonra 1992-ci illərə baxırıq. Artıq Almaniya vahid halda birləşdirilmiş
Yugoslaviya parçalanmış və parçalanması əsasında Sloveniya, Xorvatiya, Bosniya, Serbiya, Makedoniya və Albaniya kimi dövlətlər meydana gəlmişdir. Daha sonra baxırıq 2010 və günümüzdəki Çexoslovakiya dövləti parçalanmış və yerində Çexiya və Slovakiya dövlətləri yaranmış, Almaniya vahid haldadır və Avropanın indiki xəritəsi mövcuddur. Ümidvaram sizin üçün faydalı olar. Həm xəritədən yararlanarsınız, həm də məlumatlardan sizə uğurlar arzulayıram.